Selam herkese. Bugün sizinle birlikte yay aylarının en dadlı, en parlak möcüzesini hazırlayırıq. Görünüşüyle gözü oxşayan, kəhrəba renkli ağ gilas mürəbbəsi. Hazırsınızsa başlayaq. İlk növbədə bağımızın təptəzə, sapsarı gilaslarını böyük bir qaba əlavə edirik. Üzərinə bol su tökürük. Onları zədələmədən ehmalla təmiz-təmiz yuyuruq. Meyvənin təmizliyi mürəbbənin həm parlaqlığı, həm də qalma müddəti üçün çox vacibdir. Bunu unutmayın və gəldik ən çox səbir tələb edən, amma bir o qədər də zövqlü hissəyə. Gilasların saplaqlarını təmizləyirik və xüsusi bir aparatla və ya sancaqla tumlarını bir-birindən çıxardırıq. Meyvələr formasını qorumağa çalışın ki, mürəbbəmiz dənə-dənə qalsın. İndi isə keçirik şərbəti hazırlamağa. Qazanımıza şəkər tozu və suyumuzu əlavə edib yavaşca qarışdırırıq. Şərbətimiz hazır olan kimi tuxumu çıxarılmış gilaslarımızı bu şirin dənizə qovuşdururuq. Baxın, artıq indidən necə gözəl görünürlər. Əlbəttə ki, mürəbbəni şəkərləməmək və o xoş yüngül turşməzə dad alması üçün bura bir neçə dilim təzə limon da yaraşır. Mürəbbəmizi modda qaynamağa qoyuruq. Dibi yapışmasın deyə arada ehmalla qarışdırırıq ki, gilaslar əzilməsin və budur. Mürəbbəmiz artıq coşub daşır. Qaynadıqca o möhtəşəm kəhrəba rəngi üzə çıxmağa başlar. Hazır olub-olmadığını boşqabda yoxlayın. Və sizə kiçik bir sirr, mürəbbənin üzərindəki artıq köpükləri asanlıqla yığmaq üçün təmiz mətbəx salfetindən istifadə edə bilərsiniz. Baxın, necə də təmiz və şəffaf oldu. Və nəticə, qarşınızda dənə-dənə qalmış, parıl-parıl parıldayan, qızılı rəngli, ağ gilas mürəbbəmiz hazırdır. Çay süfrələrinizin tacı olacaq bu resepti mütləq yoxlayın. Videonu bəyənməyi və rəylərdə fikirlərinizi bölüşməyi unutmayın. Nuş olsun. Kanala abunə olaraq videoların davamını gətirməyi unutmayın. Hələlik.